Bəzən insan üçün ən böyük möcüzə yenidən ayağa qalxmaq üçün daxili gücünü kəşf etməsi olur. Çünki həyat insanı gözləmədiyi anlarda ağır sınaqlara çəkə bilir. Elə 17 yaşında pəncərənin şüşələrini silərkən yıxılıb onurğası zədələnən və 25 ildir gəzə bilməyən Ramilə Ağayeva, ana olandan sonra hərəkət qabiliyyətini itirən Günay Əzizli, 2-ci Qarabağ müharibəsi və antiterror əməliyyatları zamanı sağlamlıqlarını itirən hərbçilər Elvin Abbasov və Zahid Əliyev kimi. Onların hər biri üzləşdiyi çətin sınaqlarda gücünü, səbrini və yaşamaq istəyini yenidən kəşf edib. Fərqli tale yaşayan bu insanları birləşdirən həm də bir məkan var. Sağalmaq üçün mübarizə apardıqları və bu yolda irəliləyiş əldə etdikləri Şağan Reabilitasiya Pansionatı. Fəaliyyət göstərdiyi müddət ərzində bütün növ demək olar ki, nevroloji xəstəliklərdən tutmuş, ortopedik, yəni hər bir növ reabilitasiyanı icra edirik. Amma əsas fəaliyyətimiz nevrolojidir və ortalama gün ərzində 10, 8, 12, 14 növ, yəni biz pasientlərin fərdi reabilitasiya proqramını icra edirik. Hal-hazırda icra etdiyimiz pasientdə TH12 L1 sınığın kompression sınığıdır və bu zaman bel fəqərlərində zədələnmələr olub. Bu zədələnmə olmaqla yanaşı biz onurğa ətrafı əzələləri gücləndirmə və eyni zamanda aşağı ətrafların əzələlərini bərpası proqramı icra edirik. Pəncərəni siləndə 2-ci mərtəbədən yıxılmışam. Onurğa zədəsi ciddi almışam. Mənim üçün çox sevinclidir həqiqətən. Yəni ilk addımlarımı da burada atmışam. Heç cürə addım ata bilmirdim. Özümü tək idarə eləyə bilmirdim. Hal-hazırda tək idarə eləyə bilirəm. Elvin Abbasov isə 4 ildir ki, Şağan Reabilitasiya Pansionatına gəlir. O Füzulidə gedən döyüşlərdə ağır yaralanıb, orqanları rezeksiya olunub. Sağ qalça sümüyüm qırılmışdı. Ən çox sümük yeyilməsi gedirdi. Yəni burada fizioterapiyada sağ olsun xanımlar, oranın işçiləri də bizə necə lazımdır xidmət göstərir. 4 ildir artıq bu Şağan Reabilitasiya Pansionatına gəlirəm. Həkimlərimiz Vətən müharibəsi iştirakçılarına öz övladları kimi can yandırır. Antiterror tədbirlərində xəsarət almışam. Pansionata da 5-ci dəfədə gəlib gedirəm. Özüm, yəni, çox gözəl reabilitasiya mərkəzidir. Bu səviyyə gəlib çatmış olacaqsa, yəni bundan da pis vəziyyətdeydim, amma yəni, normal vəziyyətə gəlib çatmışam. Mən kimi xəstələr normal durub hərəkət edirəm, amma mən volkunla hərəkət edirəm ən azından. Pansionatda müasir müalicə metodları müxtəlif aparatlar vasitəsilə tətbiq olunur. Robotik əl aparatının köməyindən faydalanan Günay Əzizli 2014-cü ildən pansionatdan müalicə alır. İlk gələndə mən gəzə bilmirdim. Reumatoid artrit 4-cü dərəcə. Ən ağırlaşmış bir formadaydım. Müalicələr nəticəsində və 2 diz oynağıma da implant qoyulub. Artıq sərbəst gəzə bilirəm, özümü idarə edə bilirəm. Mənim əllərimdə şişkinliklər var. Demək olar ki, əl oynaqlarımda deformasiya gedir. Mən gücü çatmır, bir əşyanı götürməyə gücüm çatmır və yaxud da əl hərəkətlərimdə məhdudiyyət var mənim. İndi bu aparat mənə köməkli gedir. Şağan Reabilitasiya Mərkəzində ötən il 8727 nəfərə xidmət göstərilib. Pasientlərin 3000-dən çoxu stasionar, 2000-dən çoxu ambulator xidmət alıb. Səyyar xidmət isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin son illər təşkil etdiyi xidmət üsullarından biridir. Bəzi əlilliyi olan şəxslər ailə şəraitinə görə və yaxud da hərəkət məhdudluğuna görə gəlib reabilitasiyada xidmət ala bilmirdilər. Keçən il ərzində, təkcə keçən il ərzində 116 nəfər evdə xidmət, reabilitasiya alıblar. Bu səyyar xidmətə gedən multidisiplinar komanda ilk görüşdə həkimlə birlikdə gedirlər və əlilliyi olan şəxsin vəziyyəti barəsində ilkin məlumatlar toplayaraq növbəti vizitlərdə həmin əlilliyi olan şəxs üçün reabilitasiyanın hansı formada təşkil olunmağı barəsində artıq gündəlik tərtib edirlər. Burada müalicə alan pasientlər qeyd edirlər ki, insanın iradəsi ən ağır sınaqlardan daha güclü ola bilər. Onların pansionatda əldə etdikləri isə fiziki irəliləyiş olmaqla yanaşı, həm də gələcəyə və həyata olan inamın yenidən bərpasıdır.